Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bugün mimoza salata hazırlayıram. İstədim sizlərdən də bölüşüm. Salata hazırlamaq üçün 3 yumurta, 3 kartof, 4 orta boy kök, 350 qram toyuğun sinə əti, 100 qram holland pendiri, 700 qram mayonez və 100 qram qoz ləpəsindən istifadə edəcəm. Bütün ərzaqları gördüyünüz kimi bişirmişəm. Əti qaynatdığım zaman suyuna biraz duz əlavə etdim və bir də onu qeyd edim ki, yumurta və kökü qaynatdığınız zaman çalışın həddindən çox bişirməyəsiniz. Biz onu rəndədən keçirdiyimiz zaman əzilməsin. İndi isə başlayıram salata hazırlamağa. Əvvəlcə bütün ərzaqları rəndədən keçirdəcəm. Gördüyünüz kimi rəndənin iri gözündən keçirdirəm. Əvvəlcə kartofu. Holland pendirini rəndənin ən xırda gözündən keçirdirəm. Qozu və əti doğramaq üçün isə gördüyünüz bu doğrayıcıdan istifadə edəcəm. Əti gördüyünüz kimi parçalara ayırmışam. Baxın, bu şəkildə tez bir zamanda əti çox gözəl doğradı. Mayonezi əlavə etmək üçün belə bir krem torbasından istifadə edirəm. İndi isə başlayaq salatını yığmağa. Gördüyünüz belə bir qəlibdən istifadə edirəm. 21 diametrdə bunu mən ayarlamışam. Əvvəlcə qabın içərisinə bir qədər mayonez əlavə edirəm. Birinci qat olaraq kartofu əlavə edirəm. Kartofu əlavə etdim və hər bir tərəfinə bərabər yaydım. Gördüyünüz kimi indi isə üzərinə duz istiot əlavə edirəm. Daha sonra bir qat mayonez çəkirəm hər bir tərəfinə. Kartofun üzərindən ət əlavə edirəm. Ətin üzərinə də biraz duz istiot əlavə edirəm və mayonez. Daha sonra isə yumurtanı əlavə edirəm. Yumurtanın da üzərinə duz istiot əlavə edirəm. Ümumiyyətlə hər qatdan sonra bir qədər duz istiot və mayonez əlavə olunur. Yumurtanın üzərindən isə kök əlavə edirəm. Və ən sonda isə qozu əlavə edirəm. Salatımız artıq hazırdır. Üzərini bəzəmək üçün qoz, cəfəri və kökdən istifadə etdim. İndi isə qəlibdən çıxardacağım. Salata hazırladıqdan sonra 3-4 saat soyuducu normal gözündə saxlayıb, daha sonra isə süfrəyə verə bilərsiniz. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun deyirəm. Videomu bəyəndinizsə kanalıma abunə olaraq yeni videolarımdan xəbərdar ola bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.